İlk növbədə Heydər bəy dəvətə görə təşəkkür edirəm. Biraz müsahibələrə ara vermişdik. Yəni hadisələr amma öz axarı ilə gedir. Bəli. Müxtəlif mövzular var. Rus-Ukrayna müharibəsi, Cənubi Qafqazda baş verənlər, Yaxın Şərqdəki proseslər. Yəni belə el dilində desək ətraf toz dumandır. Nə yaxşı ki, bizim bölgədə bir qədər sakitlik var, danışıqlar gedir. Amma sizin mövzuya qayıtdıqda, bəli, yəni mən də sizinlə eyni fikirdəyəm ki, faktiki Putinin yaxın dostu və belə deyək, silahdaşı Çeçenistan adamın dili də gəlmir onu lideri adlandırmaq. Elə belə ifadə edir də Çeçenistana rəhbərlik edən şəxs Kadırov faktiki bəli, mən sizinlə razıyam, Putini şantaj edir. Yəni baxın, bax, SSR dağıldıqda 91-ci ildə Çeçenistanda bir xalq hərəkatı başladı və xalq hərəkatına gələn rəhbərlər, özəlliklə də Cövfər Dudayev, o Cövfər Dudayev ki, keçmişdə Sovet generalı olub, öz hərbi hava qüvvələrində, o xalq hərəkatına rəhbərlik etdi və dedi ki, başqa respublikalar müstəqillik qazanırsa, Çeçenlərin də belə bir hüququ olmalıdır. Amma Rusiya hakimiyyəti dedi, yox, Çeçenistan Rusiyadan ayrıla bilməz, o yan bu yan və birinci Çeçenistan müharibəsi başladı. Və müharibənin ilk günlərində Rus hərbçiləri xeyli böyük itkilər verdilər. Necə ki, indi Ukrayna cəbhəsində itkilər verirdilər. Yəni, miqyas biraz fərqli olsa da, Çeçenistanda da çox böyük itkilər verirlər və bu Rus cəmiyyəti üçün böyük bir faciəyə çevrildi əslində. Və elə bir məqam yetişdi ki, Rusiya hakimiyyəti Çeçen mücahidləri ilə bir müqavilə imzalamaq məcburiyyətində qaldı. Xasavyurt deyilən bir ərazidə. Hələ o zaman Rusiyanın prezidenti Boris Yeltsin idi. 99-cu ildə Boris Yeltsin Vladimir Putini baş nazir təyin etdi. Və bu ərəfədə də Çeçenlər açıq deyək, Çeçen mücahidlər yanlış bir addım atdılar. Deməli, mücahidlərin bir hissəsi, belə deyək, Dağıstana hücum etmək qərarına gəldilər. Əslində o hücum olmasaydı, mən sizə deyim ki, Rusiyada hadisələr tamamilə fərqli yöndə inkişaf edəcəkdir. Və baxın, Putinə qədər Boris Yeltsin xeyli siyasətçini baş nazir təyin etmişdi. 2-3 ay işlədirdi, işdən atırdı. Baş nazir yeni təyin edilən Vladimir Putinin Rus cəmiyyətində elə böyük nüfuzu yox idi. O, Federal belə deyək, Kəşfiyyat Bürosundan, FSB-dən rəhbəri olaraq gətirildi, qoyuldu başına. Yox idi. Putinin, belə deyək, ulduzu harda parladı? Çeçen mücahidlər ki, Şamil Basayev və digərləri Dağıstana hücum etdilər ki, Dağıstan da müstəqil olsun Çeçenistan kimi. Bu Putinə bir şans verdi. Putinə şans verdi ki, 2-ci Çeçen müharibəsinə başlasın və bu zaman artıq Rusiya qələbə çalsın. Və bəli, yəni Dağıstanda əvvəlcə döyüşlər getdi və sonra Çeçenistanın içərisinə getdi, yəni Çeçenistanı ram etdi. Və Putinin reytingi qalxdı. Putin reytingi qalxandan sonra da Yeltsin başqa bir alternativi qalmadı. Özü istefa verdi, mənim vəzifəmi, Rusiya prezidentinin vəzifəsini Putin icra edəcək. Putin də 2000-ci ildə seçki keçirərək çox asanlıqla seçkidə qələbə çaldı. Yəni Çeçen mücahidlərinin Dağıstana hücumu olmasaydı, məncə Yeltsin Putini bir başqa siyasətçi ilə dəyişəcəkdi və indiki Putini biz görməyəcəkdik. Yəni bu əslində belə deyək. Mən bir dəfə bunu beynəlxalq konfransda da demişdim. Putinin Putin olmasında doyaya yoluna Çeçen mücahidlərin bilməyərəkdən böyük bir rolu oldu. Putin prezident seçildi və odur budur prezidentliyini davam etdirir və 2-ci Çeçen müharibəsindən sonra Putinə Çeçenistanda öz adamı lazım idi. İndiki Kadırovun atası, o da keçmişdə Çeçen mücahidlərlə Rusiyaya qarşı savaşırdı, Əhməd Kadırov. Amma necə oldusa sonra keçdi Rusiya tərəfinə. Rusiya tərəfinə keçdi və Putinə xidmət etməyə başladı. Daha sonra indiki oğlu Ramzan Kadırov Putinin dostu və silahdaşı statusuna yiyələndi və uzun müddətdir ki, Çeçenistana rəhbərlik edir. Və çox maraqlıdır ki, əslində Rusiya Çeçen mücahidlərlə savaşırdı ki, Çeçenistan müstəqil olmasın. Amma açıq demək lazımdır ki, Kadırov faktiki Çeçenistanı tək başına idarə edir. Putin ora müdaxilə etmir. Orada istədiyi qaydaları qəbul etdirir Çeçenlərə, istədiyi adamları oğurlayır, xoşu gəlmədiyi. Yəni orada Kadırov həm rəhbərdir, həm qanunlardır, həm konstitusiyadır, həm parlament bir nəfər
Hər şeyi idarə edir və Rusiya qanunları faktiki Çeçenistan ərazisində işləmir. İndi də Kadyrov biraz daha uzağa gedərək, biraz daha belə deyək də, özünə daha çox status qazanmaq istəyir. Amma problem ondadır ki, yəni bir gün Putin də olmayacaq, bir gün Kadyrov da olmayacaq. İnsan ömrü hardasa bitir. Onda bu hadisələr necə inkişaf edəcək? Orası çox maraqlıdır. İndi Putin bugünkü öz düşüncəsinə görə, strategiyasına görə Ukraynanı Rusiyaya tabe elətdirmək istəyir. Görün nə qədər insan bu 3 il yarımlıq savaşda həlak oldu, öldü. Və bunun hesabı bir gün soruşulacaq. Putin sağ və yaxud sonra Putindən sonrakı dövrdə soruşur və yaxud Çeçenistandakı hadisələri götürün. Yəni Rusiya bu müharibədən çox ağır faciələrlə çıxmaq üzrədir. İnflyasiya artıb, iqtisadiyyatı bərbad gündə, yanacaq növbələri yaranıb, Ukrayna Rusiyanın içərilərinə doğru zərbələr endirir. Yəni Rusiyanın özündə gələcəkdə mərkəzdən qaçma meylləri də güclənəcək. Deməli bir verilişdən bunu demişdim, bir daha xatırlatmaqda fayda var. Deməli Başqırtıstan balaca bir bölgəsidir də Rusiyanın. Deməli orada bir balaca bir şəhərcik var. O şəhərcikdə həmin şəhərdə ölən qəhrəmanlara belə deyə bir barelyef qoyurlar ki, hansı döyüşlərdə nə qədər həmin şəhər sakini həlak olub. Deməli çox maraqlı bir rəqəmlər var orada. Deməli SSR Əfqanistana müdaxilə edəndə bu 79-cu il 10 il döyüşlər oldu. Bir SSR orada bir 13-15 min hərbçisini itirdi. Və həmin şəhərdən Əfqanistan döyüşlərindən ölənlərin sayı cəmi 3 nəfər. 3 nəfərin ismi həmin barelyefdə yazılıb. Sonra 2 Çeçenistan müharibəsi. Həmin şəhərdən 5 nəfərin adı yazılıb, ölüb. Rusiya-Ukrayna müharibəsi 200 nəfərin adı yazılıb. Bu elə Başqırtıstanın kiçik bir şəhərciyidir. Yəni qəbirstanlıqların sayı artıb. İnguşetiyada, Çeçenistanda, Tataristanda. Məsələn, baxın, Ukrayna Tatarıstan paytaxtı Kazana ara-sıra zərbələr endirir. Niyə zərbələr endirir? Çünki Putin qəsdən İranla birgə dron istehsal edən zavodu Kazanda tikib. Və Tatarlarla Ukraynalıları üz-üzə qoyub. Məsələn, Tatar türklərin Ukraynalılara heç bir problemi yoxdur. Amma həmin o zavodu qəsdən Kazanda tikməklə Ukraynada məcburdur ora zərbələr endirsin. Çünki o dronlar sonra Ukraynanın şəhərlərini vururlar. Hər gündə nə qədər mülki insan Ukraynada həlak olur. Oranı vurur. Amma məsələn Tatar türklərinin Ukraynalılarla nə problemi var ki? Yəni tək Rusiyada yaşayan rusları deyil, Rusiyada yaşayan digər millətləri üz-üzə qoyub və onları qırdırır Putin. İndi də Çeçenistan mövzusuna qayıtdıqda Kadyrovun xəstəliyi barədə də müxtəlif xəbərlər yayılır. Yəni indi Putin öz bildiyi kimi Rusiyanı idarə edir. Kadyrov da kiçik Putindir. Kiçik ərazini öz bildiyi kimi idarə edir. Amma bu, yəni bunun hardasa bir sonu olacaq mən düşünürəm ki.